Ben onun başını üzmüşdüm artıq. Əlimdə qalmışdı. Bir də onda hiss elədim ki, mənə deyirlər ki, burax hələ, burax hələ. Hər birinizi salamlayıram. Füzuli rayonunun hal-hazırda Qacar kəndindəyik. Gözəl səfalı yerləri, dağların qoynunda yerləşən Qacar kəndi, qəhrəmanlar diyarı. Bəli, Azərbaycanımızın hər bir əvvəlcən demək istəyirəm ki, bütün şəhidlərimizin məqamı olsun, ruhları şad olsun. Bizim bu müharibələr bu ərazilərdə qızğın döyüşlər gedib. 92, 93, 94 illərdə mən bu ərazilərdə döyüş əməliyyatlarında iştirak eləmişəm və yaralanmışam. Bugün Qacar kəndində Qayıb ocağı deyilən məscid inşa olunur. Həm də gəldik onu bizim Qacar cəmaatının köməkliyi ilə, Dərgah qardaşımın köməkliyi ilə biz də gəldik, çıxdıq Qacar kəndinə. Bəli, Qacar kəndi çox bərəkətli kənd olub. Bu gördüyünüz Ağcığır deyilən Xəzəz dağı adlanır. Onun arxa tərəfi Qırmızı Bazardır. Yəni hansı ki ermənilər yaşayırdı orada. Buna baxmayaraq biz hər zaman bu Xəzəz dağı, o sizə bir tarix açayım da, Xəzəz dağı Füzulinin qalası olub. Bu ərazidən baxarkən demək olar ki, Azərbaycanımızın o 20% işğal azad olunma yerləri, hər bir yeri görsənir. Yəni tam şəkildə görsənir. Mən döyüş haqqında danışmaq istəyərdim. Gördüyünüz bu ərazidə 06 ilə post vardı. Orada mən 4 təkərli top atırdım. Bizim komandirimiz olan Novruz kişi 62 yaşı vardı və onun oğlu Bəhruz. Yəni o mənim döyüş iştirakçılarım, yəni yanımda olan döyüş yoldaşlarım Şamil, Əbülfəz, Natiq, Hikmət, Talib, Zəfər. Yəni adını çəkə bilmədimlər məni bağışlasın. Yəni bir yerdə biz döyüş əməliyyat tapşırıqlarını yerinə yetirirdik. Və mən Qırmızı Bazar istiqamətdə, yəni sağ tərəfdə Divanlılar istiqamətidir. O orada hansı ki 92-ci ildə orada mina partlayışı oldu. Bizim əskərlərimiz orada yəni şəhid oldular. Mən onları gördüm. Bu postda isə bizim bu Ağcığır deyilən bu ərazidə, Xəzəz dağında daşın qayanın arası, yəni ora çıxmaq hər oğlun işin deyildi. Yəni